bax, ləman bu şəkildə daha qəşəng çıxıb. Razıyam. Amma bu şəkildə də arxa fon daha qəşəngdir. İndi nə deyirsən, bunlardan bir şey çıxar? Əlbəttə ki, çıxar. Bir də bir şey soruşmaq istəyirəm, amma biraz şəxsidir. İcazə verirsənsə soruşum. Hə, əlbəttə, buyur. Ləmanla yadda qalan, unuda bilmədiyin xatirən var da yəqin ki. Sözsüz ki, xatirələr çoxdur, amma ən yadda qalan. Ən yadda qalan. Doğrudan xatirələrimiz çoxdur. Amma nədənsə ən çox yadımda qalan Venesiya bağında qayığa minməyimiz idi. Bir dəqiqə gözlə, gəlirəm. Nə oldu, hara gedirsən? Gəlirəm. Sən sağ gedib çıxma. Onda elə yaz buradan yaz. Qaytarılma fakturası gəl. Deməli, Əyləşmə. deməli 4.7 ilə qəbul edir, 4.8-dən satışa çıxacaq. Neymişsiniz? Belə də çalışırıq, neyini işləyirik. Yaxşı edirsin. Həll eləyə bildiniz? Nəyi həll eləməliyiz ki? Ləmanla nigah məsələmdeyiz. Hə, bana, nigah gününü təyin elədik. Allah təbrik edirəm. Axır ki arzunuza çatdınız. Sağ əlim sənin başına. Suvalinin daşını atmaq lazımdır. Qismətimdə varsa olacaq. Sən onun başını bırax, həmə oğladı. Görək, vaxtında az qalıb. Sən bu boyda şeyləri çatdıra biləcəksən. Hə, Şahman ilə mən də ondan qorxuram. Qorxuram birdən çatdıra bilmərik. Çatdırmadın, canı sağ olsun, həmə oğlun ölməyib bax. Bütün işləri götürürəm boynuma, səhərdən axşama özüm qaçıram. Ora bura. İnşallah. Dəvətnamələriniz hazırdır da. Yox, nəsə dəvət-dəvə xoşuma gəlmir. Niyə? Nə bilim, çox adidir. İstəyirəm ki, sırf bizə aid bir şey olsun. Mən bildim. Amma oğlu çox baxır belə romantik filmlərə, türk seriallarına da. İstəyirsən o İstanbulda belə körpü üstündə sizin ad familiyanızı yazdırım belə ya da mən təyyarə ilə keçim orada dalalarla. Bəs özdə bilir ki, xoşum gəlmir elə şeylərdən. Zarafat. Anu, doğrudan sən demişdin ki, dəvətnamə seçməkdə bizə kömək eləyəcəksən. Dizaynını özün eləyərsən. Kömək eləyə bilərsən? Əlbəttə. Sən nə istəyirsənsə təxmini de, ona uyğun bir şeylər hazırlayarım. Hə, bir də onu deyim ki, tarix 1-2 günə məlum olacaq, həmin günə bir şey salmayın ha. Mən indidən yemək yeməyib oturub gözləyəcəm o gün. Bunları yazdım da, vəssalam, çox sağ ol. Təzə malına qəbul olsun, mən hamısını deyəcəm, qeydiyyatdan keçirir. Gözlerinle vidalaştım bu akşam. Mən gedirəm uzaqlara elvida. Deniz gözün hissetmedi belki de. Bu denize, bu dağlara elvida. Çoxdandır da gəlmirdim bura. Çox sevirsən buranı? Hə, çox. Yaxşı, gəl belə eləyək. Toyumuz üçün fotosesiyanı burada eləyək. Doğrudan, burada? Hə, burada. Sonra gedərik içəri şəhərdə də eləyərik. Tarixi məkanları çox xoşlayıram.
Onda gəlinlik maşınımızda retro olsun bir zəhmət. Onu da eləyərik Ləman xanım. Hətta gedib maşını bir yerdə seçərik. Olar, seçərik. Leman oldum gözlerinde bir gece. Vaktsız gelen konaklara elveda. Söyleyirem karasına hudafiz. Yüreğimin yarasına hudafiz. Saçlarının sarısına hudafiz. Baldan şirin dudaklara elveda. Güzelliğin ışık gibi saçıldı. Yüreğimin divarları uçuldu. Yeni eşke yeni defter açıldı. Yazdım bütün varaqlara elveda. Söyleyirem qarasına hudafiz. Yüreğimin yarasına hudafiz. Saçlarının sarısına hudafiz. Baldan şirin dudaklara elveda. Yasak sevgi yaşamasa yaxşıdır. Qəlbim onu daşımasa yaxşıdır. Qəm yaramı qaşımasa yaxşıdır. Susmalıyam yasaqlara elvida. Təravətin örnək olmuş güllərə. Gözəlliyin dastan olmuş dillərə. İnce mince pambıq kimi əllərə. Qardan beyaz yanaqlara elvida. Mən sirrimi söyləmədim heç kimə. Bu şehirden başa düşsen incime. Kölgesinde dincelende eşkime. Şahit olmuş bu dağlara elveda. Ben gedirem uzaklara elveda. Söyleyirem karasına hudafiz. Yüreğimin yarasına hudafiz. Saçlarının sarısına hudafiz. Baldan şirin dudaklara elveda. Ben gedirem uzaklara elveda. Hə, lap yaxşı. Gömrükdən çıxdı mallar. Oldu, xəbər gözləyirəm sizdən. Sağ ol. Gəl gedək. Hara? Sən dəvətnaməni düzəltmək istəyirsən yoxsa yox? İstəməyini istəyirəm, nə olub ki? Biraz gözlə də hövsələn olsun. Gedək. Yox, hara gedirik axı? Ucundan qulağına bir şey deyib bilim, hara gedirik? Amma heç mən də özüm də bilmirəm, sən deyəcəksən. Salam qızım. Salam. Sağ ol. Salamat ha. Gedirsin. Sağ ol. Geçen siz haraç gedirsiniz. Hə, Banu ilə biraz işimiz var. Nəsə olub? Yok, hiç ne olmuyor. Sen Leman'la görüşüp danıştın. Hə, Ləmanla bayaq bir yerdəydik. Elə nikah günümüzü götürdük.
Lab yaxşı. Yaxşı ata, biz gedək, sonra görüşərik. Yaxşı, get. Sağ olun. Hələ. Cihangir, Sənin burada ne işin var? Toğrul Hanı ondan danışmağa gəlmişim. Sənin qabağınıza çıxdılar ki, yat bundan əvvəl. Sən elə bilirsən ki ya, Ləman gedib hər şeyi Toğrula danışacaq. Çox gözləyəcəksiniz. Evə gəlmişdi. Nə? Səsini də atmışdı başına. Özünü də elə aparır ki, günahkar bizik, o deyil. Şansını yoxlayıb da, yəqin fikirləşib ki, biz Toğrula heç nə demərik. Xeyrola, niyə mən oğluma yalan danışmalıyam ki? Kör tutduğum buraxmadığı kimi yapışıb oğlumun yaxasından. Nə istəyir o bizdən? Yaxşı, gəl axşama qədər dözək. Əgər Ləman Toğrula bir söz deməsə, biz özümüz axşam hər şeyi Toğrula açıb deyərik. Sənin bu arxayınlığın məni dəli eləyəcək də. Neyse, mən getdim. Fikirləş. Yaz. Mən sənin ömrünün payız çağları, mən sənin gözündə itən adamam. Mən sənin dünyana sürgün edilmiş, mən sənsiz tükənib bitən adamam. Sözler boğazımda düğündü, adın dilimde yarımçıq qalır. Sensiz geçen bu uzun illerde yüreğim seni gözleyip yanıp. Mən qaşlı qabağı gülə bilməyən, hər dəfə cəhd edib ölə bilməyən. Seninle yüz yüze gelebilmeyen, dolaşıp yanından öten adamım. Bilmirəm başımı kim qucaqlayıb, mənə kimlər gülüb, kimlər ağlayıb. Mən sənin dünyana qıfıl bağlayıb, alıb pencəyimi gedən adama. Bir adım kalıp içimde susan, bir de sesin geceler oyadan. Ben seni sevdim ama sensizce, bu da benim yazım, taleyim olan. Mən qaşlı qabağı gülə bilməyən, hər dəfə cəhd edib ölə bilməyən. Seninle yüz yüze gelebilmeyen, dolaşıp yanından öten adamım. Sağ olun. Ha, ne oldu, neylədin?
Dəvətnamələr hazırdır. İstəyirəm sənə göstərim, şəkillərinə baxasan. Qəşəngdir. Çox qəşəng alınacaq. Deyirəm, hətta sevdiyimiz şeirlərdən bir-iki misra da yaza bilərik. Ha? Olur əslində, nostaljik dövrləri xatırladacaq. Məncə Ləmanın da xoşuna gələcək. Çox sağ ol Banu. Vallahi sən olmasaydın belə gözəl alınmayacaqdı. Bəyəndiyinə sevindim. Bir də ki, bu qız bu işi bacarır da. Qulaq as, biz o toy təşkilatçısı ilə görüşəcəyik. Əgər istəyirsənsə zəng eləyim danışım, vaxtı təyin eləyək, görüşək. Bugün çox iş gördün. Gəl sənə qəşəng bir qonaqlıq verim. Əslində pis olmaz. Yoxsa birazdan burada acından öləcəm. Ləman? Ləman? Nə olub əzizim? Burada nə işin var? Ha? Ləman? Ləman, yaxşısan? Ləman? Yaxşısan əzizim, nə olub? Nə işin var burada? Niyə ağlayırsan? Ben bacamayacağım. Nəyi bacarmayacaqsın? Ben senden evlenebilmem. Bu toy olmayacak. Ləman, nə olub? Sən nə danışırsan, Ləman? Necə yəni, bu toy olmayacaq? Nə baş verir, Ləman? Danış görüm hələ. Ha? Ləman. Bax, yəqin toya görə həyəcanlanmısan, qorxmusan. Hər şey keçib gedəcək. Narahat olma, hər şey düzələcək. Yaxşı? Ben kararımı vermişim. Ləman, nə qərar? Yenə deyirəm, hər şey düzələcək. Kim nə deyib sənə? Nə olub axı? Ləman! Ləman! Nə olub sənə əzizim? Nə baş verir? Kim nə deyib sənə? Danış mənə. Ha? Nə olub? Bax, hər şey yaxşıdır. Hər şey keçib gedəcək. Hər şey düzələcək. Hər şey əla olacaq. İnan mənə. Sevgilim bir de elveda. Deme vefasızam, xəyanətim var. İsmətim, qürurum, dəyanətim var. Unutma, səndə bir əmanətim var. Əlvida sevgilim, bir də əlvida. Ləman! Elveda. Unutmalısan bu yükü qəlbindən sən atmalısan. Qayğısız günlərə qayıtmalısan. Əlvida sevgilim, bir də əlvida.
baştan çıkmayacak bizim sevgimiz. Bir gel vurmayacak yüreklerimiz. Yolumuz başkadır, ayrılırıq biz. Elvida sevgilim, bir de elvida. Düzdür mü? Olur, olur. Bunlar halledemiyorlar. İnanırsınız onunla yazana kadar Lama yaxşısan Lama. Bitti. Ne bitti Lama? Rahman. Sen Otur. Leman'a beni tek koyabilirsin. Ama öküz özünü pis Rahman. edib, belki kömək. Her şey bitti. Demek sen her şeyi Toğrul'a danıştın ha? Toğrul ne dedi? Ayrıldım Toğrul'dan. Qaytardım nişanı. İstediğiniz oldu. Bizim isteğimizin farkı yoktu. Ben sana demiştim ki git Toğrul'la danış. Dememiştim ki git üzüyü qaytar. Məndən artıq oynamayın. Dediyinizi elədim. İstədiyiniz də buydu da. Siz əvvəldən bunu istəyirdiniz. Bizim isteğimizin hiçbir farkı yoktu. Sen gerek Toğrul'la yalan danışmayaydın. Öz günahını da bizim üstümüze atma. Xahiş edirəm, məndən artıq heç nə istəməyin. Toğrula da heç nə deməyin. Sen özün de demek istemirsen biz de demeye ya. Birden Toğrul sakitleşmedi. Öğrenmek istedi onda nece olsun. Çıxıb gedərəm. Məni heç vaxt tapa bilməyəcəyi bir yerə gedərəm. Amma ona heç nə deməyin. Sen Toğrul çok yaxşı tanırsan. Bilirsen ki o bu işin ahırına çıkması el çekmeyecek. Resul'da ben neyim? Oğlum ömrü boyu özünü günahkar hesap eləsin. Elə bir şey yoktu. Ben her şeyi oğluma danışacağım. Sen eğer danışmasın. Toğrula hər şeyi danırsam həyatım məhv olar. Mən ona buna eləyə bilmərəm. Ben de razı olabilmərəm ki oğlum bütün ömrü boyu özünü günahkar hissələsin.
Ay kız sen nene. Cevap ver de. Sen neneme cevap ver görüm. Ha sen de öyle hemen. Bura bak. Üzülme ana. Çıkardı baktım sen. Senden söz soruşuram ben. Bırak kolumu. Bezdirmisiniz beni. Çekil. Kökünüz kesilsin ha. Rıza, kızı rahat bırak. Yok. Mən imkan vermərəm ki, sənin qızın bu ağılsızlığına görə mənim çəkdiyim əziyyətlər boşa getsin. Mən o qızı evə gəlin eləməkdən ötürü itin əziyyətini çəkmişəm. Çəkməyəydin. Yaxşı ata olaydın, uşağı qabağıma qoyub öyüd nəsiyyət verəydin. O qızı bu günə salan elə sən oldun da. Bura bax, sən mənə ağıl öyrətmə. Çəkil görüm. Doğru. Restoranda da heç kəs qalmayıb. Gecdir. Gəl gedək. Banu, sən istəyirsən get. Mən biraz tək qalmaq istəyirəm. Belə vəziyyətdə sən necə tək qoyun? Mən heç nə başa düşə bilmirəm. Heç nə. Hər şeyin yaxşı getdiyi bir vaxtda Ləman niyə belə bir şey eləsin ki? Ha? Yəqin ki, bir səbəbi var da. Məncə gəl gedək. Sən biraz yat dincəl. Sonra gedib sabah Ləmanla danışarsan. Hər şeyin çarəsi var da. Niyə özü bu günə qoyursan? Yavaş yavaş sevdim seni. Her gün biraz da sevdim. En çok bu kış sevdim seni. Karda yazda sevdim. Gör bir ne tez isiniştik. Havalar soyuyanda adamlar kalın giyinip ağaçlar soyunanda. Ləman. Kar altında baş kaldıran Məndən ailə qurarsan. çiçekte sevdim seni. İstisine kızındım. Ocakta sevdim seni. Hele bucuk sevmemiştim. Ömrüm boyu hiç kimi Olmaz. seni sevdim. Təklifini qəbul edə bilmərəm. Yem aktaran kuş gibi. Korka korka bu süp çağı. Ne bakırsan göğe sen. Deyirsən ki güneş çıxır. Kar eriyir deyəsən.
Mən sənə deyəndə vaxtında qulaq asmadın. Olan bizim oğlumuz oldu. Xavər, mən nə biləydim ki, qız belə bir hərəkət eləyəcək. Bundan sonra mən öz işimi biləcəm. Gedib hər şeyi Toğrula deyəcəm. Qoy qızın kim olduğunu bilsin. Xəbər olsun hər şeydən. Bəlkə indi deməsin, biraz sakitləşsinlər, sonra deyərsən. Xeyr, xeyr. Vaxtında sizə qulaq asmasaydım, çoxdan gedib hər şeyi Toğrula demişdim. Bütün məsələlər də həll olunmuşdu. Onsuz da sən öz bildiyi eləyəcəksən, mən desəm də deməsəm. Bəli. Qoy gəlsin, deyəcəm. Axşamın xeyir olsun. Sağ ol əmmi, axşamı xeyir. Necəsən? Şükür, belə də. Çay istəyirsən əmi deyim, gətir. Yox, sağ ol. Keyfin yoxdur. Sən bilsən nələr baş verir. Sənə də keyfin olmaz. Ha. Uşaqların məsələsi doğru gün. Hələ barışmadılar bunlar. Toğrula bayadan zəng gəlirəm, cavab vermir. Bilməm, bir gəlsə görək nə deyir. Əmin mənə bilirsən nə maraqlıdır. Bunlar mehriban idi, hər şey yaxşı idi. Qız özü gəlmişdi, gəldi oturdu dedik, güldük. Hələ nikah günlərini təyin ediblər bunlar. İndi birdən-birə bu belə küsmək, nə bilim ciddiyə getmək, ayrılmaq bu nədir, niyə? Şafa, vallah, mən də bilmirəm nədir, necədir, amma indi Toğrul gəlsin, görüyor nə deyir. İnşallah yaxşı olar, inşallah. Toğrul, bala çay içirsən, gətirim sənə. Yox Cəmilə xala. Xahiş edirəm Ləmanı çağırın. Balamsan, əsəbisən, otur biraz sakitləş, sonra danışarsınız. Cəmilə xala, çağırın da zəhmət olmasın. Yaxşı. Ləman. Ləman. Qapını bağla. Cavab ver. Niyə belə elədin? Cavab ver. Verəcək cavabım yoxdur. Sən bununla nə demək istəyirsən? Hı? Nə demək istəyirsən sən bununla? Hər şey bitdi? Ha? Bitti. Hə. Hər şey bitdi. Mən səndən evlənmək istəmirəm. Niyə? Niyə axı, niyə? Dünənə qədər məndən evlənmək istəyirdin, nə oldu birdən-birə? Ha? Cavab ver. Ləman. Ləman. Nə gizlədirsən məndən? Hı? Məndən nə gizlədirsən? Düzünü de. Düzünü deyirəm. Mən belə olsun istəməzdim, amma bacarmayacağım. Ləman, gözümün içinə bax. Gözümün içinə bax, mənə düzünü de. Sevmirsən məni?